Bəli, artıq buradayam. Sonunda bütün hazırlıqlarım bitdi və bu telefonun qarşısındayam. Bu arada çox babat bir atmosfer yaratmışam özüm üçün. Belə arxada işıqlandırma falan. İşıqlandırma dediyim bu arada lampadır. Kitab oxuma lampasıdır. Nəysə, bunlar önəmli detallar deyil. Mədlənlərim var burada. Çaşkam. Külqabı gərəksiz bir detaydır, amma qoymağa yerim yoxdur. Dəftər falan. Burada notlarım var, onlara baxacağam. Bu mədlənlər bəlkə harda olduğumdan işarə verə bilər sizə. Mən Fransadayam, bəli. Bu danışarıq biraz. Bundan əvvəl biraz özümdən danışmaq istəyirəm. Niyə bu videonu çəkirəm, ondan danışmaq istəyirəm. Bu YouTube'da ilk videom olmayacaq əslində. Başqa bir kanalda YouTube'da videolarım olub. GençTube. Adını verim mi vermeyeyim mi diye bir kısa düşündüm. Çünkü biraz cringe olabileceğimiz ama bir taraftan da çok səmimi videolar var o kanalda. Çok yoktu. 5-6 tane videodur. Aslında maraqlı da bir kanalıydı. Sadece biz o kanalı üniversitet yoldaşlarımla açmışdıq. Ama sadece bir neçə ay sürdürə bildik. Çünkü bir müddət sonra o kanalda ki videolarda iştirak edən demək olar ki, hər kəs bir neçə nəfər istisna olmaqla dünyanın başqa-başqa ölkələrinə köçdülər və oradan davam elətdirə bilmədi. Hər kəsin onsuz da həyatda qalma bir survive dönəmidir bu dönəmlər. Ona görə bir də bu qədər keşməkeşli bir müddətdə YouTube'a video çəkmək çox çətin idi hər birimiz üçün. Ona görə də qaldı orada. Amma bu mənim özümən şəxsi YouTube kanalımdır. Bilmirəm burada da davamlı video çəkərəmmi, davamlı nəsə danışarammı, əmin deyiləm, amma belə bir ümidim var. Ona görə də ya Allah deyib oturdum kameranın qarşısına. Mən kiməm? Yunis Babayevəm. 22 yaşım olacaq noyabr ayında, yəni 15 gün, 16 gün sonra. Və 22 illik həyatımda əslində qəribə təcrübələrim olub və olmağa da davam edir. Ona görə mən də bu təcrübələrimi paylaşmaq istəyirəm. Yaşamımı paylaşmaq istəyirəm. Bəzən xətalarımı paylaşmaq istəyirəm, uğurlarımı paylaşmaq istəyirəm. Uğursuzluqlarımı, nə bilim, kədərimi, sevincimi, hər şeyimi paylaşmaq istəyirəm. Nədənsə belə bir düşüncəyə gəlmişəm. Bir də oxuduğum ixtisas da biraz mənə əl verir ki, mən belə bir content, belə bir yola addım atım. Onlardan da danışacağım. Şirvan şəhərində doğdum, böyüdüm. Sonra Aduya qəbul oldum 16 yaşındaykən. Çünki mən 5 yaşında məktəbə başladım. Mən də 16 yaşında sonsuza qədər etmək istədiyim peşəmi seçdim, tərcüməçiliyi. Və 2022-ci ildə səhv etmirəmsə, ChatGPT-nin həyatımıza girməsi ilə fərqinə vardıq ki, bizim peşəni artıq oxumağa ehtiyacı yoxdur. Çünki tərcüməçilik deyə bir şey çox yox, bir 10-15 il sonra qalmayacaq. Bədii tərcümə qala bilər bəlkə, ondan da nəinki özünüzü dolandırmaq, heç gedib bir, necə deyim, aylıq bazarlıq belə eləyə bilməzsiniz. Çünki bədii tərcümə çox çətin bir, məşəqqətli bir şeydir və çox vaxt tələb eləyir. 1 ay, 2 ay və onun qarşılığında aldığımız nəvacibdə o qədər də ürək açan olmur. Və Azərbaycanda təsvir olsun ki, bu sektorda da çox yaxşı deyil. Nəysə, bunu uzatmayacağım. Mən də fərqinə vardım ki, mən bu ixtisasımdan bir söyüşdüd bir şey olan deyil. Ona görə də uşaqlıq xəyallarımın peşindən gəldim Fransaya. Fransız dilində tərcüməçilik ixtisasına daxil olmuşdum. Universitetdə olanda da fransız dilini inkişaf elətdirdim. Dərs sertifikatımı aldım. Universiteti bitirməz. Keçən il 2024-cü ildə Nice şəhərinə getdim. Université Côte d'Azur. Nice möhtəşəm bir şəhərdir, sözün əsl mənasında. Amma və lakin mən buradan sürüşürəm bu arada, get-gedə daha da aşağıya düşürəm. Amma və lakin mən kəstirə bilmədim bəzi şeyləri qabaqcadan ki, Nice sənin nəyivə? Yəni çox bahalı bir şəhər idi. Düşünün, Parisdən bəzi məsələləri düşünsək, Parisdən hətta mən deyərdim daha bahalı bir şəhər ola bilərdi. Çünki Paris elə bir şəhərdir ki, əslində çox böyük bir metropol olduğuna görə orada hər bütçəyə uyğun bir şeylər tapmaq olur və seçənəklərimiz də çoxdur əslində.
Amma Nice elə bir şəhər deyil. Nice bildiyimiz kurortunu, bildiyimiz full zadəgan insanların, daha çox zadəgan insanların və dünyanın hər yerindən yaşadıkları ölkənin üst təbəqəsindən olan insanların səyahət üçün gəldikləri bir yer idi. Və mən orada 6-7 ay qala bildim. Həyatımı sürdürə bilmədim. Çünki ailəm yəni normal insanlardır. Atam aşçıdır, anam yəni operator kimi bir şey işləyir və normal gəliri olan, ortalamanın hətta deyərdim ki, bəlkə bir tık altında deyərəmmi? Yox, əslində tam elə ortalamada olan bir ailəyik. Təbii ki də mən ora getdim, ilk dəfə cultural bir şok yaşadım, kültür şoku dediyimiz bir şey yaşadım və dərslər bir tərəfdən, fransız dilim düşündüyüm qədər də yetərli deyilmiş, o bir tərəfdən falan qala bilmədim orada. Bacarmadım, iş tapa bilmədim. İş tapmaq üçün çox səy də göstərmədim. Çünki mən 540 evro ödəyirdim evimin kirasına. Dediyim kimi ailəmin aylıq, belə deyim ki, evə gələn büdcə aylıq bir hardasa 1200-1300 olardı. Mənim ailəmin bəlkə biraz çox, bəlkə biraz az, aydan aya görə dəyişir. Amma mən 550 evroluq bir evdə qalırdım. Çünki ev də tapa bilməmişdim. Yəni yox idi ev. Belə də bir problem var ki, ev yox idi orada. Ona görə də belə baxdım ki, davam eləməyəcək və mən Azərbaycana qayıtdım. Təhsilimi də bir müddət Azərbaycandan davam elətdirdim. Və Azərbaycandaykən qərar verdim ki, mən bu belə olmayacaq, işləməliyəm. Müəllim kimi işləməyə başladım. Qəşəng tələbələrim var hazırda da. Və ondan əvvəl də onsuz da işləyirdim, amma full time müəllim olaraq işləməyə qərar verdim. Pardon. Mixaili çay dəmləmişəm Fransada. Və sonra təbii ki də orada olduğum müddətdə perevod işlərinə başladım və perevod elədim Fransanın Montpellier şəhərinə. Hazırda Montpellier şəhərindəyim və Montpellierdən də çox razıyam. Yaxşı ki də gəlmişəm, verdiyim ən doğru qərarlardan biridir. Montpellierə gəlmək ki 2024-cü ildə Nice getəndə mənim 5 dənə qəbulum var idi Fransadan. Sorbonne, Nice, Montpellier, Grenoble və Lyon. Bu 5 şəhərin universitetindən qəbulum var idi və mən çox qərarsız idim ki, Nice mi yoxsa Montpellier mi? Son anda o Nice-in gözəlliyinə vurulub Nice-i seçmişdim. Amma bu il yenidən peşman olub Montpellierə gəldim. Və belə, indi burada ikinci kursdayam. Yenə sürüşürəm. Ay, üzr istəyirəm. İkinci kursdayam. Bu qısa 8 dəqiqəlik hekayədə əslində həm uğur, həm uğursuzluq bir çox şey eşitdiniz əslində. Və mən biraz da bundan danışmaq istəyirəm əslində baxsaq. Çox əslində söz işlətdim, nəysə. Nice-dən qayıtmaq, düşünün gəlmisiniz və gəlməmişdən qabaq gəlmək üçün necə böyük bir efor sərf etmisiniz. Çünki mənim ətrafımda, ailəmdə, nəslimdə, əcabətimdə çox da yoxdur o xaricə çıxmaq məsələsi. Sadəcə işte Rusiya falan, bu hamımızda necə, bizdə də elə. Tələ təhsil üçün xaricə getmək, oxumaq. Belə bir şey yox idi bizdə. Və heç kimin təcrübəsi də yoxdur. Məsləhət ala biləcəyim insan sayısı və sair də az idi. Maddi olaraq da belə yəni necə deyim, limitli idi hər şey mənim üçün. Vizadan bir dəfə kəsildim və böyük bir efordan sonra finally gəldim, çatdım da Nice. Və o qədər efordan sonra gəlib çatmışsınız, amma bacara bilmirsiniz. Nə akademik olaraq, nə də sosial həyat olaraq heç nəyi bacara bilmirsiniz. Yəni sadəcə yatmaq istəyirsiniz, evdən çölə çıxmaq istəmirsiniz. Pulunuzu xərclədiyiniz tək yer market olur, çünki bütün pulunuzu evin kirayəsini ödəyirsiniz, ona görə əlinizdə heç nə qalmır. Və bu mentalitetdə olanda, gələn ay evin pulunu necə ödəyəcəm, necə verəcəm bu kiranı, bu düşüncədə olanda, bu hissdə olanda insana güc də gəlmir ki, gücümü toplayım, gedim iş tapım, işləyim və bir şəkildə başımın çarəsinə baxım. O güc olmur. Ki nə də heç kim düşünməsin ki,
Avropaya gəldim, iş tapan kimi, ha deyən kimi tapılır. Elə bir şey də yoxdur. Bir də dezavantajlısınız. Bir çox açıdan dezavantajlısınız. Negativ tərəflərini danışmaq istəmirəm Avropanın. Çünki son zamanlarda belə videolar çox görürəm. Mən bunu eləmək istəmirəm heç kimə. Sadəcə bunu demək istəyirəm ki, yəni iş ha deyincə olmur da. Bir də dezavantajlısınız deyəndə bir irqi olaraq dezavantajlısınız ki, mən Fransada bunu çox az yaşamışam. Hətta deyərdim ki, heç yaşamamışam. Bir də tələbə vizamız var və iş saatınız limitlidir. 20 saat işləyə bilərsiniz sadəcə həftədə. Bu durumda da sizin öz cədvəlinizə, dərs cədvəlinizə və s. uyğun bir iş tapmağınız, bir sistem yarada bilməyiniz çox çətin. Xülasə, ha deyincə hər şey olmur. Və düşünün ki, artıq o həddə gəlib çatıb ki, mən evin kirasına heç cür yəni pul düzəldə bilmirəm də. Mümkün olmur bu. Evin kirasını hər dəfə evdən istəyirəm, ailəmdən istəyirəm. Ailəm gedir başqa birindən borc götürür və mənə evin kirası üçün dəstək olur. Çünki yəni mənim onsuz da Fransaya gələ bilməyim üçün ailəm bankdan borc götürmüşdü, elə gələ bilmişdi. Bunlar düzdür çox private, özəl məsələlərdir, amma yenə də uğursuzluq olaraq deyə biləcəyimiz şeylər də danışmaq istəyirəm mən, bütün çılpaqlığı ilə. Çünki heç kimin həyatı birdən-birə güllük gülistanlıq olmur. Hamının yəni müəyyən çətinlikləri olur və biz düşünürəm ki, sosial medianın təsirində biraz çox öyrəşirik. Türklər demiş kül gedəsə hekayələrinə, biraz reallıqları unuduruq. Ona görə mən reallıqları olduğu kimi əks etdirmək istəyirəm. Çünki mənim həyatımın reallıqları həm uğursuzluqlarla, həm də uğurlarla doludur və bunun da hər tərəfindən danışmaq istəyirəm açığı. Və belə olanda mən qərar verdim ki, yox, bu 550 evro olmayacaq. Nə Nisin çətinliyi var idisə, çox gözəl bir tərəfi var idi ki, mənə inanılmaz möhtəşəm dostluqlar qazandırdı. Bir dostum var idi, türk idi, Asiya adında. Yəni ki, bu videonu izləməyəcək, çünki Azərbaycanca başa düşmür. Asiya adında bir dostum var idi. O, yanvar ayında Türkiyəyə qayıdırdı və evi boş olacaqdı, studiyada qalırdı. Mən dedim ki, sən Türkiyədə olduğun müddətdə olar, gəlin mən sənin evində qalım. Bir ay qalacaqdım onun evində. O da qəbul elədi bunu və mən getdim onun evinə köçdüm və o evdən çıxdım. Bu Nisdəki evimdən çıxdım ki, hansı ki Nisdəki evimdə Nisin özündə deyildi. Nisin yanında Antip deyə bir şəhər var, araşdıra bilərsiniz. Nisə çox yaxındır qatarlar. Tatlış bir şəhər idi o da. Dənizə, yəni piyada mən 9 dəqiqə falan dənizə çatırdım. Xülasə gəldim, o qızın evində yaşamağa başladım. Amma onda da bir anksiyetə tutmağa başladı. Çünki əlimdə pulum qalmamışdı artıq yeni bir ev tuta bilmək üçün. Hə, çıxdım, mənim ümidim var idi ki, mən bu evdən çıxacağam. 880 evro depozit vermişdim o şərəfsizə, ev sahibinə. 880 evro depozit vermişdim. Və düşünürdüm ki, 880 evro depozitimi qaytaracaq, üstün düzəldib, ya da bəlkə düzəltməyə ehtiyacım qalmayıb, bir evə köçərəm. Yeni bir ev tutaram. Depozitimdən kəsdi. 200, bilmirəm neçə evro depozitimdən pul kəsdi, şərəfsiz. Səbəbində şey olaraq göstərirdi. Əslində haqlı idi, prosto da yəni kəsməsəydi də olardı. Mən evdən çıxdığımı buna bir ay qabaqcadan deməliydim. Mən 15 gün qabaqcadan demişdim. Ona görə 15 gün gec dediyimə görə o 15 günün pulunu kəsdi məndən. Amma mən evdən çıxdığım gün də evə bir başqası köçdü. Yəni evi bir gün olsun belə boş qalmadı. Yenə də mənim o 200 neçə evromu kəsdi, haram xoş olsun. Mən də qanunsuz bir iş gördüm. O da ayrı bir məsələ. Nəysə, həm orada pulum itir, həm mentalım itir. Bəzi dərslərdən çox yaxşı performans göstərəm, amma bəzi dərslərim zibil kimi olur, əsasən də yazılı dərslərim. İxtisasım nədir bəs bu sırada? Ondan da bəhs edəcəm. Çünki mən öz sevdiyim ixtisasın peşindən getdim bir də. Və ixtisasım mənim həm pratik, həm də teorik bir ixtisasdır. Yəni həm humanitar tərəfləri var ixtisasımın, həm də pratik tərəfləri var. Teatr oxuyuram mən. Hazırda da teatr oxuyuram. Səhnə sənətləri teatr bölümündəyəm. Və Nisdə olanda da, burada olanda da bizim dərslərimiz iki yerə bölünürdü. Pratik, teorik. Teorik dərslərimiz çox çətindir. Çünki biz teorik dərslərimizdə Platon, Aristotel falan keçirdik və onların teatra baxışlarını keçirdik. Qədim Yunan teatrı keçirdik, qədim Roma teatrı keçirdik və bunları fransızca keçirdik. Təbii ki də. Və Platonu, Aristoteli fransızca oxuyub başa düşmək bilirsiniz nə deməkdir?
Təbii ki də mən də oxuyub başa düşmürdüm bu arada. Orada da bir uğursuzluqlar yaşayırdım. Çünki düşünün, baxın. E, iki, iki dənə option var. Bir, native fransızsınız, yəni yerli fransızsınız ya da fransız dili ilə böyümüş bir insansınız. Və o dərsdə siz Aristotel haqqında, Platon haqqında, nə bilim, teatr sənətinin tarixi haqqında çıxış edirsiniz, dərslərdə iştirak edirsiniz. Bir də fransız dilini həyatınızın son 2 ilində falan öyrənməyə çalışmış, B2 səviyyəsinə qədər güclə gəlmiş bir insan var. Və bu insan fransız dilində Aristotel öyrənməyə çalışır. Əlbəttə ki, burada balans olaraq da sizin ətrafınızdakı insanlarla anlama kapasitenizdə bir fərq var. Baxın, xaricə gələndə belə bir məqam var ki, biri var international tələbə olaraq İtaliyaya gedirsiniz, Fransaya gedirsiniz, nə bilim Almaniyaya gedirsiniz, İspaniyaya gedirsiniz və burada ingilis dilində təhsil alırsınız. Bu ayrı bir şeydir. Bir də getdiyiniz ölkənin öz dilində təhsil almaq ayrı bir şeydir. Bu çox daha çətindir ikinci versiyası. Niyə çətindir? Çünki international olanda, ingilis dilində təhsil alanda ətrafımızdakı hər kəs demək olar ki, çox insan ingilis dilini sonradan öyrənmiş olurlar. Almaniyadadırsa, ingiliscə oxuyursa, bu almanı da, sən də, ispanı da bunu sonradan öyrənib gəlib eyni yerdə eyni dərsləri görürsünüz və bir-birinə yaxın səviyyələrdə ingilis dil biliyiniz olur. Amma Almaniyaya getsəz və alman dilində təhsil alsaz, əlbəttə ki, siz daha çox sıxıla bilərsiniz. Çünki ətrafınızdakı insanların çoxu yerli doğma böyümə almanlardır. Bu da bir negativ idi. Amma bir tərəfdən də bizim pratik dərslərimizdə də o boyda qrupda ən çox balı da mən alırdım pratik dərslərdən. 18-19, bizdə 20 bal üzərindən dəyərləndirmə olurdu. Və bu da inanılmaz bir şeydi. Çünki səhnədə performans göstərəndə, performans sərgiləyəndə biz improvizasiya eləyirdik çox vaxt və hər zaman bir şəkildə fərqlənirdim o insanların içində. Ona görə də oradan qiymətim yaxşı olurdu və digər o bərbad qiymətlərimin biraz üstünü örtürdü. Amma bir tərəfdən də bu teorik dərs, pratik dərs, humanitar dərslərdə isə zibri çıxırdı. Yazmaq, düşünmək, yazmaq falan. Çünki mən düşünün imtahanlara hazırlaşanda Platonda oxuyuram, başa düşmürəm fransızca. Nə yalan deyim? Yəni ingilis diliniz biləcəyi birdirsə gedib Platon oxusaz, inanmıram çox rahat başa düşə biləsiniz. Yəni ya da öz vicdanımı rahatladıram ki, indi problem məndə deyil. Mən gedirdim o kitabı türkçə tapırdım. Platonun hansı ki bu teatr haqqında bəhs elədiyi kitab hansı kitabdırsa, çox vaxt sənət tarixi, sənət fəlsəfəsi kitablarından tapırdım. Onu tapırdım, türkçə oxuyurdum. Sonra onun başa düşəndən sonra oturub fransızcasını oxuyurdum. Oradan qısaltmalar çıxartırdım falan filan. Bu şəkildə başımın çarəsinə baxırdım. Və bu birinin, belə deyim ki, bu dərsi hazırlaşması 2 saat çəkirsə, mənim 4 saat falan çəkirdim. Bunların hamısı üst-üstə gələndə maddi, mənəvi, akademik problemlər ortaya çıxanda çözümü Azərbaycana qayıtmaqda tapdım. Və bu qərarı almağın da altında yatan o yük məni olduqca əzirdi. Amma getməmişdən qabaq mən söz verdim ki, sentyabrda yenidən qayıtmaq şərti ilə gedirəm. Nə olursa olsun qayıdacağıma da əmin olaraq getdim ən azından. Bu biraz daha olsa yükümü bir yüngülləşdirdi. Və getdim. Azərbaycanda olanda, Bakıda olanda, ki Bakıda deyildim, yəni yarı Şirvanda, yarı Bakıdaydım. Dostlarım var idi çevrəmdə. Çox yaxın dostlarım Azərbaycandaydı o dönəm. Onların dəstəyi ilə və ailəmin dəstəyi ilə çox tez bir şəkildə unutdum uğursuzluqlarımı və başladım yenidən hazırlaşmağa. Həm işləməyə başladım, həm yenidən sənədlərimi və s. verdim ki, burada bu arada hər şeyi özüm elədim. Heç bir şirkətlə falan əməkdaşlıq eləmədən Fransadan və Sorbondan, bu da bir uğurumdur. Necə ki, uğursuzluqlarımdan bəhs edirəm, uğurumdan da bəhs edəcəm. Sorbondan heç bir dəstək almadan bütün sənədlərimi və motivasiya məktublarımı və CV-mi və s. hər şeyi özüm hazırlayaraq qəbul aldım. Ki, bunu normalda şirkətlər 1500 euroya falan eləyirlər, çox güvəndiyim şirkətlər. Ümumiyyətlə, Azərbaycanda Fransaya getmək istəsəz, şirkətlər burada sizə çox kömək edə bilmirlər. Çünki Etudes en France platformasını çox yaxşı bilmir şirkətlər. Və Fransaya gedən tələbələrin də sayı nisbətən daha azdır.
və gedənlərin çoxu da özləri hər şeyi hazırlayıb elə gedirlər. Və yenə qəbullar aldım istədiyim universitetlərdən. Montpellier'ə gəldim. Amma ikinci kursa gəldim. Hər şey indi daha yaxşıdır. Akademik olaraq yenə çox çətinlik çəkirəm bu arada. Yalan deməyim. Problemlər olur. Bəzən dərslərdə başa düşmədiyim anlar olur, məqamlar olur. Amma nisbətən bu il seçimlərim daha bəsitdir, daha rahat ixtisas fənlər seçdim. Ona görə mənə daha rahat gəlir. Bilirəm ki, düşünürsünüz ağlınızda bəziləriniz, yəni 10 nəfər izləyirsə, 10 nəfərin bir 12-si falan, 10 nəfərin 12-si, 10 nəfərdən bir ikisi falan da ola bilsin ki, düşünsün, niyə teatr falan. Bu mövzu uzun bir mövzudur. Bunu ona görə başqa bir vaxt keçid edərik. Bu səfər ondan çox danışmaq istəmirəm. Bəlkə də heç keçid eləmərəm o mövzuya, çünki ixtisas seçimim və bunun paralelində dayanan hekayəm çox daha özəldir mənim üçün. Nə vaxt hazır hissələsəm onu da paylaşacağam. Nədən bəhs edəcəkdim? Yəni o uğursuzluqların sonunda Azərbaycanda olanda çox yaxşı bir şəkildə iş həyatında, müəllimlik karyerimdə çox yaxşı bir şəkildə irəliləmə oldu məndə. Hətta elə bir dönəmim var idi ki, 25 dənə falan tələbə ilə işləyirdim. Yaxşı da pul qazanırdım. Pullarımı falan yığdım, yenə biraz kömək aldım və gəldim. Hazırda yenə müəllimliklə davam edirəm. Yaxşı tələbələrim var yenə və buradakı həyatımı, evimin kirasını və s. də tələbələrimin sayəsində ödəyirəm. Hazırda bu arxa planı bəlkə də ilk və son dəfə görəcəksiniz. Çünki bu mənim dostumun evidir və mən yenə Fransaya gələndə ev tapmadan gəldim. Və o mövzu dəhşət bir mövzudur. Mən düşünün ki, bir 40 gündür falan ev tapa bilmirdim. Axır başqa bir ev tapdım. Nəhayət 2-3 gün bundan əvvəl və ayın 1-i öz evimə köçürəm. Bəlkə bir room tour da eləyərəm sizinlə, əgər davam eləsəm YouTube-a. Yəni belə. Burada əslində mən notlar almışdım danışmaq istədiyim. Görüm onlara cavab vermişəmmi? Yox, əslində çox cavab verməmişəm. Belə suallar vermişəm ki, peşmansan, nədənsə, xoşbəxtsən falan. Xoşbəxtəmmi? Bu sualın cavabını tam bilmirəm. Çünki xoşbəxtlik fəlsəfi danışmaq istəmirəm çox da. Özümü yaxşı hiss edirəm. Bu halda deyə bilərəm ki, hə, xoşbəxtəm. Amma dönəm-dönəm dəyişir. Bir gün olur özümü çox yaxşı, çox xoşbəxt hiss edirəm. Bir gün olur özümü çox melankolik və nostaljik hiss edirəm. Yəni bu reelslərə girəm və Bakını görürəm. Ürəyim çırp-çırp döyünür, çırp-çırp və ürəyim sürətli döyünür. Bakıda olmaq istəyirəm bir an. Sonra o keçir. Çıxıram burada velosipedimlə mağazaya gedirəm ya da nə bilim dərsə gedirəm. O sakitçilik, o xaotik olmayan melankolik hüzur aparır özü ilə. Bakıda ümumiyyətlə burada belə bir sual da var. Niyə Azərbaycanı tərk etdin? Bu sualı cavablandırmağın çox da yeri yoxdur. Bu videonu izləyən insanların yəqin ki, yaş aralığı mənə yaxın olacaq. Mənə yaxın yaş aralığında olan insanlar Azərbaycanı niyə tərk eləmək istəyirsə, mən də ona görə tərk edirəm. Çünki hələ ki səhnə sənətləri, hələ ki sənətlə bağlı bir şeylər eləmək istəyirəmsə, mən bunu ən yaxşı şəkildə öyrənməliyəm və ən yaxşı şəkildə inkişaf etdirməliyəm. Birilərinə yaltaqlanaraq ya da birilərinə necə deyim, olmadığım kimi davranaraq, çox yetərli özümü inkişaf elətdirmədən bir sektora girmək istəməmişəm heç vaxt. Əgər bir şeylər oluramsa, onun ən yaxşısı olmaq istəyirəm. Müəlliməmsə, ən yaxşısı dərs keçmək istəyirəm. Teatrdayamsa, ən yaxşısı olmaq istəyirəm. Falan filan. Və bu Azərbaycanda biraz çətin idi. Çünki sənət sahəsində Azərbaycanda təəssüflər olsun ki, irəliləmə o qədər də ürək açan deyil. Yenə də bunu demək istəyirəm ki, serial baxımından, Azərbaycanda bir yavaş-yavaş inkişaf var, amma başqa baxımlarda, başqa janrlarda, nə bilim, başqa sahələrdə o qədər də yoxdur. Teatrda Əsla teatr son zamanlarda çox diqqətimi çəkirdi və çox yaxşı işlər görürlər. Bir də yeni də M teatr açılıb, o da yaxşıdır, amma dövlət teatrlarının repertuarlarını çox bəyənmirəm. Özlərini yeniləməyən, çox təkrara düşən repertuarları var.
o qədər, yəni artıq çox eyni pyesləri dəfələrlə fərqli aktyorlarla, bəzən də eyni aktyorlarla səhnələşdirirlər. Kimi. Burada da razı qalmadığım bəzi şeylər var. Ritual teatr yaxşıdır Azərbaycanda. Yəni belə, bu sahədə özümü görmürəm. Azərbaycanda açıq danışmaq lazım gələrsə və Azərbaycana qayıtmağı düşünürəmmi? Bu da buradakı olan suallardan biri idi. Bəzən hə, bəzən yox. Azərbaycanın və Bakının, açığı danışacağım, inkişafda olduğunu hiss edirəm və görürəm. İnsanların düşüncə tərzi də yavaş-yavaş dəyişir. Bu da gənclərin sayəsində də əlbəttə ki. Son zamanlarda Instagramda qarşıma çıxan reelslər, mən Azərbaycanda olanda Azərbaycan reelslərinə baxmırdım. İgnor edirdim onları. Çünki mən düşük gəlirdilər. Fransaya gələndən sonra isə Azərbaycan reelslərinə baxmağa başladım və heç də düşük deyillərmiş. Düşük olan mən imişəm. Özümü dartıb qoymuşam dağın başına. Baxandan sonra çox həqiqətən keyfiyyətli kontentlər olduğunu fərqinə vardım. Və kommentləri falan oxuyuram bəzən. Əvvəllər negativ kommentlər, geri düşüncəli kommentlər və geri düşüncəli insanlar, geridə qalmış, körərmiş zihniyyətlər daha çox idi. Amma artıq yeni düşüncələr, yenilikçi insanlar və daha insani, humanitar insanlar üstünlük təşkil edir kommentlərdə və s. və bu da çox ürək açandır. Bakı yavaş-yavaş məncə yaxşılığa doğru gedir. Mən o qədər düşünmürəm Bakının negativə doğru getdiyini. Sadəcə təbii ki də sıxlıq, probka bundan danışılası deyil. Amma yenə də məsələn dünyəvi layihələrdə, international layihələrdə həqiqətən Azərbaycan çox yaxşıdır və inanın ki, burada yavaş-yavaş insanlar Azərbaycanı tanıyırlar. Kopla olsun, nə bilim, həqiqətən mənə də qəribə gəlir bunlar, amma Formula 1 ilə falan olsun, insanlar tanımağa başladılar Azərbaycanı. Ondan da savayı, məsələn, ən son Justin Timberlake idi Azərbaycana gələn. İnanılmaz konsertlər olur yavaş-yavaş Azərbaycanda, Bakıda. Dünyanın fərqli yerlərindən turistlər gəlməyə başlayır. Dediyim kimi, insanların düşüncə tərzi dəyişməyə başlayır falan. Ona görə mən 10 il sonra Bakını daha yaxşı vəziyyətdə görəcəyimə inanıram. Və həqiqətən buna ümidim var. Yəni Bakı və Azərbaycan çox daha yaxşı bir səviyyəyə gəlib çatacaq. Bu həqiqətən şübhə duymadığım bir şeydir. Amma bir insan olaraq 2 ildən sonra, ixtisasımı bitirəndən sonra Azərbaycana qayıtmağı düşünürəmmi? Çox güman ki, yox. Mən Azərbaycanda bir sıra şeylər eləmək istəyirəm, amma bunu Azərbaycanda yaşayaraq eləmək istəmirəm. Çünki Azərbaycanda yaşamaq necə olar mənim üçün? Çox sevdiyim dostlarımın hamısı gərək Bakıda yaşasınlar ki, mən də Bakıda yaşayayım. Çünki mən biraz dostlarına bağlı bir insanam və seçilmiş ailəm də yəni olar mənim. Və onlar Azərbaycanda olsalar, Bakıda olsalar, biraz onlardan asılıyam. Mən də orada olaram. Olmasalar mənim üçün yəni çox sıxıcı olar Bakı və qala bilmərəm deyə düşünürəm. Belə, çox danışdım. 28 dəqiqədir danışıram. Videolarımı editləməyi düşünmürəm bu arada. Çünki elə bir vaxtım yoxdur. İzlənər, izlənməz. Ümidvaram ki, izlənər. Həqiqətən bu edit 29 dəqiqəlik bir videonu necə editləyə bilərəm, yəni. Heç edit qabiliyyətim də yoxdur o qədər. Amma yenə də əlimdən gəldiyincə bir iki dənə düzəliş eləyib paylaşmağa çalışacağam. İzləsəz nə xoş. İzləsəz, yorumlar qoysaz, mən mütləq sürətlə hər birini cavablandırmağa çalışacağam. Əgər də bura qədər izləmişsinizsə bir bəyənərsiniz. Belə yəni, ilk videomu belə çəkdim. Əslində çox spontan oldu. Düşündüyümdən fərqli mövzularda danışdım, amma bundan sonra yəqin ki, Fransadakı təhsil həyatı haqqında danışaram. Necə gəlmişəm onun haqqında danışaram. Qarşılaşdığım başqa çətinliklər haqqında, yaşadığım başqa xoş anlar haqqında danışaram və s. Hər bir bizə xoş günlər arzulayıram. Ya da günün hansı saatında baxdısa, bundan sonraki həyatınızda çoxlu uğurlar arzulayıram. Bu video əslində xoş oldu. Həm uğurlarından, həm də uğursuzluqlarından bəhs elədiyim şirin bir video oldu. Və önəmli olan
yoldur həqiqətən. Yəni çatacağımız nöqtədən daha çox o nöqtəyə çatana qədər getdiyimiz yol məncə daha möhtəşəmdir. Bütün təcrübələr, bütün hər şey o yolda baş verir. Biz o yolda çox şey öyrənirik, çox şey itiririk falan filan və biz yəni yoldur önəmli olan. O yolu mən təmiz saxladığıma inanıram, həyat yolumu. Kirlətməmişəm çox. Pis düşüncələrlə, pis insanlarla. Ümidvaram ki, sizin də yolunuz tərtəmiz olar, tərtəmiz olsun. Yolunuz kirlənməsin. İnsanların pis düşüncələri ilə, neqativ fikirləri ilə, ümumiyyətlə pis insanlarla ya da öz neqativ düşüncələrimizlə yolda qalın, pozitiv anlamda. Mən də yolda qaldım. Həmişə yol gedim. Yeriyim gedim. Çox fəlsəfi sözlər deyirəm, amma çox yanlış bir nitqdə. Bunun üçün də üzr istəyirəm. Ətrafımda çox türk var, fransızca var. Azərbaycanca danışmıram çoxdur gündəlik həyatımda. Ona görə nitqim sıfır olub. Üzr istəyirəm bunun üçün də. Belə. Bu yolda qalmaq məsələsi, yol getmək məsələsinə də son olaraq bir referansını Nomadland filmindən verim. 2021-ci ildə çəkilmişdi, yoxsa 20-ci ildə çəkilmişdi, bilmirəm. Frances McDormand'ın oynadığı yol haqqında bir filmdə mütləq izləyin. Belə, hər birinizi qucaqlayıram. Özünüzə yaxşı baxın. Mən getdim. Gələn görüşlərədək. Bununla bağlayacağım. Bu daha cooldur. Bay bay. Olmadı. İndi olacaq.